Hər kəsə salam uşaqlar, hər vaxtınız xeyir olsun. Mövzu izahına keçməmişdən qabaq onu da qeyd edim ki, dərslərimizə qeydiyyat aktivdir. Əlaqə üçün 070 522 2370 nömrəsinə yaza bilərsiniz. Həmçinin yay qruplarımız da mövcuddur. Əgər yay ayınızı səmərəli keçirmək istəyirsinizsə, qruplarımıza qoşula bilərsiniz. İndi isə başlayaq mövzu izahına. Axırıncı dəfə mən sizə bir kvadrat tənliklərdən danışmışdım və xətti tənliklər idi. Bəli. Bu dəfə isə rasional tənliklərdən danışacağıq uşaqlar. Yazaq qayda başlığı kimi rasional tənlik. Uşaqlar, nə deyəcəm? Baxın, əgər tənliyin növünü müəyyənləşdirməsəniz, siz onu həll eləməkdə çətinlik çəkərsiniz. Çünki hər tənliyin özünə xas, özünə aid həll edilmə metodu var. Eyni qaydada rasional tənliyi də bu aiddir. Mən hardan biləcəm bu tənlik rasional tənlikdir? Əgər px bölünsün qx bərabər 0 şəklində olarsa, o zaman bu rasional tənlik adlanır və mütləq yadınızda saxlayın ki, mütləq məxrəcdə dəyişən olmalıdır. Dəyişən. Baxın, mən uzun-uzadı yaza bilmirəm. Video çox uzun olar. Ona görə siz özünüz bütün cümlələri mənim danışığımla, yəni qulaq asıb tamamlayın. Bu belə uşaqlar məxrəcdə deməli dəyişən olmalıdır. Məsələn, x-3 bölünsün x plus 2 bərabər 0. Baxın, bu rasional tənlikdir. Çünki sağ tərəf 0-dır və deməli dəyişənə bölmə var. Amma məsələn belə olsa ki, x-3 bölünsün x plus 2 bərabər 5. Bu da rasional tənlikdir uşaqlar. Çünki mən onsuz da sağ tərəfdəki o 5-i sol tərəfə göndərə bilərəm. Baxın, belə yazaram. Çıx 5 bərabər 0. Bu da olacaq nə? Rasional tənlik. Bunu da həll edə bilərsiniz. Bəs rasional tənliyi necə həll edəcəyik? İndi bildik. Növü budur. Necə tanıdıq? Bunu bildik. Əsas həll edilmə. Həll necə edilir? Birinci. Surət. Surətdə nə dayanmışdı bizdə? Px dayanmışdı. Px bərabər 0 və bu 0 halına gələndə təbii ki, burada müəyyən köklər olacaq. O kökləri tapacaqsınız. İkincisi, mütləq məxrəc 0-dan fərqli olmalıdır. Çünki uşaqlar, yadınızda saxlayın ki, 0-a bölünməməli yoxdur. Ona görə məxrəc heç bir zaman 0 ola bilməz. Üçüncü, sağ tərəf mütləq 0 olmalıdır. Olmasa da siz yaratmalısınız. Bu çətin bir şey deyil əslində. Bayaqlarda göstərdim. Bir dənə daha asanlarından başlayaq. Birincisi, x plus 3 bölünsün x minus 2 bərabər 0. Uşaqlar, birinci nə edirik? A bəndi yazaq da indi 1-in A-sı. Surəti 0-a bərabər edirik. X plus 3 bərabər 0, x bərabər -3. B. Məxrəci 0-dan fərqli götürürük. X minus 2 fərqlidir 0, x fərqlidir 2. Deməli, tənliyi həll eləyəndə mən x-i necə tapdım? -3 tapdım. Baxın, belə. Sonra keçək ikinciyə. Belə olsun ikinci sualımız. X kvadrat çıxılsın 5x bölünsün x minus 3 bərabər 0. Uşaqlar, bu tənliyi həll eləmək üçün bilirik nədir? Surət və məxrəcin kökləri tapılır. Surətdə x kvadrat minus 5x bərabər 0, məxrəcdə x minus 3 fərqlidir 0. Alınır ki, x fərqlidir 3-dən. 0-dan 3-ü topladım. İndi gəlin buranı həll eləyək A bəndini. Ortaq vuruq x çıxdı, qaldı x çıxaq 5 bərabər 0. Əgər tənlikdən hasil 0-dırsa, o zaman deməli vuruqlar da 0-dır. Vuruq 1, x-dir, o 0-dır. Vuruq 2 isə x minus 5-dir, o da 0-dır. Deməli, mən x-i 0 aldım, bir də x minus 5-i də 0 aldım. Belə çıxır ki, x bərabər 0 plus 5 alındı 5. Deməli, bu tənliyin bir kökü 5-dir, bir kökü də 0-dır. Bu da ikinci olsun. Üçüncü də belə olsun. X bərabərdir. Deməli, 4 böl x minus x böl 9 plus 2. Bu necə həll edirik? Əvvəlcə mən burada görürəm ki, kəsirlər var. Kəsirlərdən azad eləmək üçün hər tərəfi nəyə vursam yaxşı olar? Həm x-a, həm də 9-a. O zaman deməli 9x-a vuraram. Yazaram 9x-a vur. Vuraq. Hətta yazaq, vuraq. İndi 9x-a vuranda 9-u vur, belə yazaq. Bərabərdir. 4 böl x-i 9x-a vuranda belə yazaq. Çıxılsın.
Eyni qaydada x bölü 9-u da 9x-ə vuranda üstəgəl 2-ni də 9x-ə vurmaq. Bu belə yazdım. İndi həll edək. 9x x-ə vuranda 9x kvadratı. Buradakı x-lar getdi 36. Buradakı 9-lar getdi x-ə vuranda x kvadrat. 2-ni də 9-a vuranda 18, yanına da x var. Yazdım. İndi uşaqlar, çalışaq ki, x kvadratını göndərək 9x-in yanına, 9x kvadratının yanına. Eləyəcək 10x kvadrat. Bərabər olacaq 36 plus 18x-a. İndi çalışaq, burada kvadrat tənliyi alındı da. Hardan bildim kvadrat tənliyidir? Çünki x kvadrat var. Görün, rasional tənlikdə kvadrat tənliyi də bilməli olmalısınız artıq. İndi 10x kvadrat çıx 36 çıx 18x. Mən yerlərini dəyişirəm. Olsun da, hədlərin yerlərini dəyişsəm mənə heç bir mane olmur. Əksinə mənə kömək eləyir. Bərabərdir 0. Bir ədəddən, deməli, soldan sağa çıxanda qalır 0. Onu da tətbiq elədim bura. İndi, bəziləriniz soruşacaq ki, müəllimə, niyə axı müsbət 36, müsbət 18, niyə mənfi 18, mənfi 36-ya çevrildi? Çünki uşaqlar bərabərlikdən soldan sağa və yaxud da sağdan sola hədd keçəndə işarə dəyişməlidir. Bunu da unutmayın. İndi gəlin bunu həll eləyək. Həll eləmək üçün mən hər tərəfi 2-yə böləcəm ki, işim asanlaşsın. 2-yə bölərəm. 10x kvadratını 2-yə böləndə 5x kvadrat. Çıx, 18x 2-yə böləndə 9x, mənfi 36 bölü 2, mənfi 18 bərabər 0. Tənlikdə də görünür diskriminantı tapaq. 81 plus 360, bu da elədir 441. İndi kökləri tapaq. x1 bərabərdir. Mənfi b, yəni mənfi 9-un əksi elədir müsbət 9. Plus 441-dən kök 21 çıxır, böl 2a, yəni 2, 5-in 10. Və yaxud da həm toplayacam, həm də çıxacam. Deməli, x1 və x2. Toplayanda alırıq ki, 9 plus 21 böl 10, 30 böl 10, 3. Çıxanda alırıq ki, 9 çıx 21 böl 10, mənfi 12 böl 10, o da eləyir mənfi 1,2. Bu da belə uşaqlar. Deməli, bu tənliyin kökləri 3 ilə mənfi 1,10 deyəcəkdim. Belə uşaqlar, bu da bizim rasional tənliklərimizə aid izahlar idi. İndi keçək irrasional tənliklərə. İrrasional. Uşaqlar, mən tənliyin birinci növünü necə müəyyənləşdirəcəm, onu deyəcəm. Dəyişən mütləq kök işarəsinin altında olmalıdır. Məsələn, dəyişən nədir? X. Bu x kökün altında olmalıdır. Mən demirəm, rəqəmlər olmaya da bilər. Əsas dəyişən olmalıdır kökün altında. Yəni, tutalım x kök 5. Bəzən uşaqlar deyir ki, müəllimə, bu irrasionaldır. Xeyr, uşaqlar, mən nə deyirəm? Dəyişən kökün altında olsun. Axı, burada ədəddir kökün altında olan. Deməli, mənə lazım deyil. Lazım deyil bunu həll eləmək. Yəni, irrasional tənlik kimi həll eləmək. Bu bildiyimiz uşaqlar xətti tənlikdir. Uşaqlar, deməli, burada müəyyən hallar var. 4 dənə hal var. O 4 dənə halı sizə yazacağım. Baxın. Deməli, birinci halımız nədir? Birinci hal. Məsələn, bir fx çox ədlisi olsun kökün altında, amma cüt dərəcədən olsun. Və bu bərabər olsun a tənliyinə, a-ya, daha doğrusu a ədədinə. Və bilirik ki, cüt dərəcədən olduğu üçün bu kök çıxan cavab müsbət olmalıdır. Yəni, hər zaman a sıfırdan böyüdür. Bunu nəzərə almalısınız. fx-i tapanda isə hər tərəfi həmən dərəcədən, baxın, bu tənliyə baxın. Burada fx-i tapmaq istəyirəm. Həmən dərəcədə, neçənci dərəcədə? 2-ninci, bax, burada var. Onda mən a-nı da elə qüvvətlə yazıram. A üstü 2-in. Baxın, qüvvətə yüksəltdim. Bunu demək istəyirəm. Əgər unutmayın ki, a mənfi olsa, ümumiyyətlə siz bu tənliyi həll eləyə bilməzsiniz. A mütləq müsbət olmalıdır. Çıxan cavab müsbət olmalıdır, uşaqlar. Baxın, bir dənə nümunə yazağın buna aid. Tutalım, bizə belə bir tənlik verib, irrasional tənlik veribdim. A bəndə olsun. 8 plus kök altda, məsələn, 2x bərabərdir olsun 12 olsun.
Yəni kök çıxsın cavabdan. Baxın, indi kök 2x-i tapacağıq. Bərabərdir. 12-dən 8-i çıxdıq, alındı 4. İndi mən bunu həll eləmək üçün bayaq nə dedim? Həmən dərəcədən siz qüvvətə yüksəldirsiniz. Yəni 2x-i tapmaq üçün 4-ü neçəyə yüksəltməliyəm? Kökün dərəcəsi qədər. Yəni 2-yə. O da elədi 16. Yəni burada yazaq 2x bərabər 16, x də bərabər 16 bölü 2, 8. Baxın, bu həlli nə oldu? 8 oldu. Lakin sizə desəydilər ki, B bəndində, məsələn, 8 çıxılsın kök 2x bərabər 12. O zaman nə tapacaqdınız? Tapacaqdınız ki, kök 2x bərabər 8 çıx 12 mənfi 4. Bəziləri bunu aldırış eləmədən, diqqət eləmədən kvadrata yüksəldəcəkdi. Amma xeyr. Niyə xeyr? Çünki, axı baxın, buradakı ədəd kökdən çıxan cavab, təsəvvür edin, kök 2x-in cavabı heç mənfi 4 ola bilərmi? Kökdən çıxan cavab mənfi ola bilərmi? Xeyr. Ona görə biz buna x qoyuruq, yəni bunun kökü yoxdur, boş çoxluq işarəsi. Bu daha doğrusu cüt dərəcədən olanlardadır. Bir də var nələr? Tək dərəcələr. Tək dərəcələrdə də eyni qaydadadır. Yenə də eyni dərəcədən qüvvətə yüksəltməlisiniz. Amma burada belə bir şey var ki, həmən çıxan cavabın, yəni mənfi 4-ün müsbətliyi, mənfiliyi heç bizə lazım deyil. Hər şey ola bilər. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Keçək, neçənci hal gəlir? İkinci hal. Deməli, ikinci halda kökün cavabı bir çoxədliyə bərabərdir. Məsələn, fx çoxədlisi kökün altındadır, rx isə kökün altında deyil. Bu tip tənlikləri necə həll edirik? Mütləq kvadrata yüksəltməliyik. Baxın, fx hər tərəfi kvadrata yüksəldə elə bil ki. Kök fx-in kvadratı fx olur, rx də kvadrata yüksəldəndə yazıram rx-in kvadratı. Baxın, bunu həll eləyəcəksiniz və nəzərinizdə nə olacaq? Hər zaman kökün altı sıfırdan böyük bərabər olmalıdır. O mütləqdir. Kökün altında çalışın, nəzərə alın hər zaman. Məsələn, və təbii ki, rx da sıfırdan böyük bərabər olmalıdır. Çünki kökdən çıxan cavab da böyük olmalıdır, kökün altı da böyük olmalıdır. İkisini də nəzərə alacaqsınız. Məsələn, belə bir tənlik olsun. Nə olsun? Olsun ki, x minus 1 kök altdan bərabər olsun. Kök deməli, bu köksüz olsun, bu köklü olsun. X plus 5-ə. Bunda nə edirsiniz? Yenə də eyni qaydada. Elə bil, tərsinə baxırsınız da, kök sol tərəfdə ədəd dəyişənli hissə, yəni x minus 1 çoxədlisi, belə deyək, o da sağ tərəfdədir. Yəni, belə baxın. Eyni qaydada hər tərəfi kvadrata yüksəldən, bu eləyəcək x minus 1-in kvadratı, bu da eləyəcək x plus 5-in özü. Və nəyi bilirik? X minus 1 böyük bərabər 0, belə alınır ki, x böyük bərabər 1. Bu, biraz qabaqki dərslərdə bərabərsizlik mövzusudur. Və x plus 5 də böyük bərabər 0, x də böyük bərabər alınır 5. Bu da eyni qaydada bərabərsizlik mövzusudur. Bunları nəzərə aldıq. İndi keçək uşaqlar, bu tənlikləri həll edək. Bu tənliyi daha doğrusu həll edək. Bu tənliyi həll eləmək üçün açmalıyam. X kvadrat çıx 2x plus 1 bərabərdir x plus 5-ə. Heç nə eləmədim. X minus 1-in kvadratını sadəcə açdım. İndi həll edək. Alınır x kvadrat çıx 3x plus minus 4 bərabər 0. Yəni, sağdakı ifadəki x plus 5-i sola göndərdim, həll elədim. Köklər alınır ki, Viet teoreminə görə hasilləri mənfi 4, cəmləri müsbət 3. O hansı ədədlərdir? Təbii ki, 4 və mənfi 1-dir ki, hasilləri mənfi 4 elədi, cəmləri mənfi 3. İndi baxaq. Baxaq görək. Səncə 4 mü ola bilər, mənfi 1 mi ola bilər? İkisi də tapdıq. Amma bu şərtləri ödəməlidir. Həm x 1-dən böyük bərabər olmalıdır, həm də 5-dən. Fikir verirsinizsə, 4 1-dən böyük bərabərdir. Yaxşı, ödədi 4. 5-dən böyük bərabərdirmi? 5-dən böyük bərabər deyil. Bir dəqiqə, bu 5 niyə oldu ki? X plus 5 böyük bərabərdir 0. Bu mənfi 5 daha uşaqlar. 0-dan 5-i çıxdıq, mənfi 5. Yəni, mənfi 5. Həqiqətində mənfi 5-dən böyük bərabər oldu. Tamam, buna da plus qoyduq. Mənfi 1, 0-dan 1-dən, yəni baxın, birinci şərti ödəyirmi? Ödəmir. Mənfi 1, 1-dən böyük bərabər deyil, əksinə kiçikdir, ödəmədim.
Ona görə mənə bir halı ümumiyyətlə lazım deyil. Çünki birinci şərti ödəmədi uşaqlar. Amma 4, biri də ödədi, ikisini də ödədim. Bu da belə. Sonra gəlir üçüncü. Üçüncüdə artıq hər iki tərəf kökün altında olacaq. Yəni ki, belə olsun. Kök altda f(x) bərabər olacaq kök altda j(x)-a. Bunu həll eləmək üçün yenə kvadrata yüksəldin. f(x) kvadrata yüksəldiğində kök getdi. j(x) kvadrata yüksəldiğində yenə kök getdi. Və bayaqçı kimi təbii ki, kökün altları müsbət olmalıdır. Onu da zaten biz bilirik. Bu da belə uşaqlar. Eyni qaydada əslində bu 2 ilə 3 bir-birinə oxşuyur. Yəni 2-ni bilən əslində 3-ü də ona tətbiq eləməyi bacaracaq. Ən sonuncu qaydamız 4. Dördüncü də belədir. f(x) vurulsun kök altda j(x) bərabərdir 0. Burada da asan uşaqlar, əgər hasil 0-dırsa o zaman vuruqlar da 0-dır. Birinci vuruğumuz 0. İkinci vuruğumuz j(x) o da 0. Lakin bir də nəzərinizdən nəyi qaçırmırsınız? j(x) mütləq 0-dan böyük bərabər olmalıdır. Çünki niyə? Kökün altına düşür. Və irrasional ədədlərdə belə bir şey var ki, uşaqlar, mütləq şəkildə siz həmən kökü tənlikdə mütləq yerinə qoymalısınız. İrrasional tənliklərdə belə bir qayda var ki, siz mütləq yoxlamalısınız kökləri. Bəlkə həmən kök ödəmir tənliyi, bunu da nəzərinizdən qaçırmayın. Bəzi başqa misal nümunələrinə də nəzər salaq. Məsələn, 6 üstəgəl kök x plus 9 bərabər 8. Baxın, burada kök x plus 9-u gəlin tapaq. 8-dən 6-nı çıxdım 2. Kvadrata yüksəldirəm. Ümumiyyətlə, irrasional tənlik deyəndə ağlınızın bir ucunu da kvadrata yüksəltmək qalmalıdır ya uşaqlar. Çünki niyə? Mən orada kökü yox eləməliyəm axı. Kökün dərəcəsində indi mən ikinci dərəcədən söhbət gedirsə, kvadrata yüksəltməliyəm də. Bu da eləyir 4. X-a da düşür 4 çıx 9 mənfi 5. Tənlikdə də yerinə qoyanda həqiqətən mənfi 5 onsuz da ödəyəcək. Bu belə. Birinci. İkinci olsun. İkinci belə olsun. Kök altda 2x kvadrat çıx 2 bərabər x. Uşaqlar, yenə kökü yox eləmək üçün mən kvadrata yüksəltməliyəm. Eləyəcək 2x kvadrat çıx 2 bərabər x kvadrat. X kvadratını atıram sola. Eləyir 2x kvadratından bir dənə x kvadratın çıxanda 1 qalır. Və o da 2-ni də sağa atanda 2. X alınır plus minus kök 2. Amma bəlkə bu kök 2 ödəmir iştənliyi. Mən kök 2-ni, həm müsbət kök 2-ni, həm də mənfi kök 2-ni tənlikdə yoxlamalıyam. Gəlin yoxlayaq. Yoxla. Baxın, birinci müsbət kök 2-ni yoxlayaq. 2 vurulsun, müsbət kök 2-nin kvadratı 2, çıx 2 bərabər müsbət kök 2. Baxın, sadəcə bu tənlikdə mən harada x gördümsə yerinə müsbət kök 2-ni qoydum. Həqiqətən kök 2 bərabər kök 2. Bərabər yazmaq əvəzinə bərabər deyil. Yəni. Gördünüz, kök 2 bərabər kök 2 ödədi. Deməli, x bərabərdir kök 2 tənliyin köküdür. Lakin, gedək mənfi kök 2-ni yoxlayaq. Bu deyiləyər 2 vur mənfi kök 2-nin kvadratı eləyir 2, çıx 2 bərabər mənfi kök 2. İndi belə deyir bizə tənliyi yerinə qoyanda. Amma görürük ki, kök 2 heç zaman mənfi kök 2-yə bərabər olmur. Bu zaman təbii ki, nə aydın oldu bizə? Bu tənliyin kökü deyil. Tənliyin bir dənə kökü var. O da nədir? Müsbət kök 2-dir. Baxın, budur. Belə bir çərçivəyə dağıldıq çünki. Sonra, bu da belə. Sonra gəlir nə uşaqlar? Modul tənliklər. Ən sonuncu başlıq. Bitiririk artıq bu tənliklər mövzusunu. Uşaqlar, indiyə qədər bütün tənlikləri ayırd eləməyi bacardıq. Modul tənliyi də asanlıqda ayırd eləmək. Dəyişən isə bu dəfə adından da göründüyü kimi modul işarəsi daxilində olmalıdır. Yəni ki, məsələn 5 modulda x bərabər tutalım 7. Baxın, dəyişən modul içərisindədir. Amma sizə desəydilər ki, x modulda 5 bərabər 7, bu modul tənlik deyil uşaqlar. Çünki dəyişən sizə deyirəm ki, dəyişən modul işarəsi daxilində olmalıdır. Burada da hallarımız var. Birinci hal.
f(x) bərabər, baxın bu halları bilən üçün, ümumiyyətlə mənim yazdırdığım bu 4-5 halı olur. Onları bilən üçün modul tənlikləri həll eləmək çox asan olur. Sadəcə bu halları bilmək, öyrənmək lazımdır. Bərabər 0. Bu birinci halla qarşılaşacaqsınız. Bu halı həll eləmək üçün sadəcə modulun içərisində 0 edin. Çünki 0-ın modulundan 0 çıxar. Məsələn, modulda x plus 4 sizə versə 0. Siz o zaman modulun içərisini, yəni x plus 4-ü 0 edin. Xətti tənliyidir. 0-dan 4 çıxanda -4. Qutar da uşaqlar. Yəni elə də çətin deyil. Bunun həlli. İkinci belə olsun. Bu dəfə isə 0-a yox, hər hansı bir ədədə bərabər olsun. Nəzərinizdə olsun ki, A mütləq 0-dan böyük olmalıdır. Çünki moduldan çıxan cavab, köklə çıxan cavab eyni idi də, yadınızdadır kvadrat köklə. Çıxan cavablar mütləq müsbət olmalıdır. Mən ona görə 0-dan böyük halını nəzərə almalıyam. Bunu həll etmək üçün f(x)in özünü bir dəfə a-ya bərabər eləyəcəm. Bir dəfə də f(x)i mənfi a-ya bərabər eləyəcəm. Çünki a-nın modulundan daha çıxar, mənfi a-dan da. Ona görə mən hər iki halı nəzərə alacağam. Tutalım, belə bir modul tənliyi olsun. X plus 4 bərabər olsun 1-ə. Necə həll edirəm? Modulun içərisini x plus 4-ü bir dəfə 1-ə, bir dəfə də x plus 4-ü bərabər eləyəcəm -1-ə. Birinci tənliyi, xətti tənliyi həll eləsək, 1-dən 4-ü çıxanda -3, ikinci xətti tənliyi eləsək, -1-dən 4-ü çıxanda -5. Deməli, bu tənliyin 2 dənə kökü var. Həqiqətən də yerinə qoyub yoxlaya da bilərsiniz. 3. 3 də belə olsun. Əslində eyni şeydir, bərabərdir A. Əgər A müsbət olarsa, ikinci halda qəşəng həll edirsiniz. A mənfi olarsa isə modul tənliyidən çıxan cavab heç bir zaman mənfi ola bilməz. Buna da yazacaqsınız. Boş çoxluq işarəsi, çünki bu tənliyin həlli ola bilməz. Dördüncüsü modullu ifadə hər hansı bir modullu, yəni çoxədli modullu bir çoxədliyə bərabər olsun. Baxın belə. Elə də qoydum ki, bu modul işarələrin əyri-üyrü oldu. Düz oldu indi. Uşaqlar, bunu həll eləmək üçün yenə eyni qaydada bir dəfə f(x)i müsbətinə, bir dəfə də f(x)i j(x)in mənfisinə bərabər edirsiniz. Bu da sizə olur həll. Məsələn, burada da yəni bayaqçılar kimi yaza bilərik. Tutalım belə olsun. Nə olsun? 6y plus 10 bərabər olsun özü modulda 7y minus 16-ya. Həll eləyək uşaqlar. Bir dəfə müsbəti 6y plus 10 bərabərdir 7y minus 16. Bir dəfə də 6y plus 10-u mənfisinə, yəni 16 minus 7y. Mənfi atdım qabağa, elə bil ki. İndi ədədlər bir tərəfə, dəyişənlər bir tərəfə. Mən nə edirəm? 6y göndərirəm 7y-in yanına. Çıxanda qalır y. Mənfinin altında göndərirəm onun yanına. O deyir müsbət 16, yəni 26. Keçək. Burada 7y getdi bura 13y. 16-nın yanına da onu qovalasam elədi 6. Burada da y alınır 6 bölü 13. Deməli 2 dənə tənliyin kökü alın da uşaqlar. Və bu da belə. Bu da belə. Eyni qaydada modul tənliklərdə də kökləri yoxlamaq lazımdır. Çünki bəzi hallarda köklər tənliyi ödəməyə bilir. Bu mütləq ağlınızda olsun. İrrasionalda da yoxlayın, modulda da yoxlayın. Hətta mən tövsiyə edirəm rasionalda da yoxlayın. Çünki bəzən uşaqlar baxmır nəyə, məxrəcin sıfırdan fərqli olduğunu bəzən nəzərə alınır. Amma o da sizin nəzərinizdə olmalıdır. Ona görə üçündə də çalışın kökləri yoxlayın. Yəni belə. Bir də bir qeyd yazacağım uşaqlar. Bəzən nə ilə qarşılaşırıq? Əgər hər hansı bir modul ifadə özünə bərabərdir. Bu nə zaman baş verə bilər? Təbii ki, f(x) mütləq sıfırdan böyük bərabər olmalıdır. Çünki moduldan çıxan cavab sıfırdan böyük bərabər olmalıdır. Bu belə. Və yaxud sizə belə bir şey versə ki, əgər modullu ifadə özünün əksinə bərabərdir, yəni mənfi f(x)a bərabərdir. Bu isə nə zaman baş verə bilər? f(x)in sıfırdan kiçik olduğu halda. Həqiqətən niyə bunu belə yazırıq? f(x) əgər sıfırdan kiçikcə mənfiyə dəyər, müsbət çıxar. Moduldan uşaqlar müsbət çıxar. Yəni biz moduldan, yəni tək belə amacımız deyək də, məqsədimiz daha doğrusu.
ağlımda axtarırdım ki, o sözü nə ilə əvəz eləyə bilərəm. Məqsədimiz nədir? Burada moduldan çıxan cavabın müsbət olmağıdır. Yəni ki, bunu da müsbətlə necə yaradırıq? Təbii ki, f(x)-ə mənfi bir ədəd verərək, mənfiyə toxunsun və müsbətlik yaransın orada. Bu da belə uşaqlar. Ümid edirəm ki, video hər kəs üçün yararlı olar. Amma bu mövzunu qulaq asmadan öncə mütləq şəkildə əvvəlki mövzuya baxmayınız lazımdır. Buna baxdınız, eybi yoxdur. Keçin o birisinə də baxın. Bu da belə. Gələn mövzularda görüşənədək hər birinizə uğurlar. Xudahafiz.